Hər kəsə salamlar, kanalıma videoma xoş gəldiniz. Bugün yeni bir videoda qarşınızdayım. Videoyu keçərkən kanala dəstək olmaq üçün abunə ola bilərsiniz. Videomu bəyəndinizsə like ata bilərsiniz. Həmçinin dostlar Telegram kanalımıza hər birinizi gözləyirəm. Burada səhmlər və kriptovalyutalar haqqında paylaşımlar edirəm, analizlərimi aparıram, yəni sizlərlə paylaşıram öz analizlərimi və yeni xəbərlər və s. alış-satış siqnalları, həmçinin dostlar müzakirə qrupumuzda da deməli müzakirələr edir, bir-birimizə məsləhət verir və s. Buradadır müzakirə qrupunun linki. Və bir-birimizdən dəstək alırıq dostlar. Hər birinizi gözləyirəm, linki şərhlərdə olacaq. Deməli dostlar, videomuza keçək. Bugünkü videoda dostlar Telegram kanalımda da söz verdiyim kimi, deməli səhmlərdən, yəni fond bazarlarında səhmlərdən necə pul qazanmaq olar və sürətli şəkildə pul qazanmaq olar. Bugün bu haqda danışacağıq. İlk olaraq dostlar, Azərbaycanda ABŞ hissə sənədlərinə, yəni ABŞ səhmlərinə, şirkət səhmlərinə yatırım etmək mümkündür. Ona görə də ABŞ şirkət sənədlərindən danışacağıq. İlk olaraq dostlar TradingView'dən istifadə edin. Bunu sizə çox məsləhət görürəm. Yəni həm rahatdır, yəni hər bir kəs başa düşə bilər, yəqin ki. Həmçinin də bir çox məlumat var bu deməli saytda, bu platformada. İlk olaraq dostlar, səhmlərdə sürətli şəkildə pul qazanmaq üçün trendləri müəyyənləşdirmək lazımdır. Hal-hazırda 2025-ci il 10-cu ayın 10-cu tarixində trendlər nədir? Trendlər burada texnoloji deməli çiplər, çip istehsalı, data mərkəzləri, süni intellekt, nadir torpaq elementləri, biomühəndislik, biogen mühəndisliyi, biohüceyrə mühəndisliyi və demək kiber təhlükəsizlik bunu saydım. Bir də kriptovalyutalar üzrə maliyyə platformaları, maliyyə şirkətləri. Hal-hazırda trendlərdə budur dostlar. Trendləri müəyyənləşdirdik və salam. Bizə sürətli şəkildə pul qazanmaq lazımdır. Ona görə də belə böyük şirkətlərlə maraqlanmayacağıq. Daha kiçik şirkətlərlə. Fərqi yoxdur, 5 dollar, 50 sent, 10 dollar. Kiçik olsun, bizim olsun. Və belə buradan bazar dəyərini dostlar aşağı salırıq, yəni bunun üstünə vururuq, bir dəfə bazar dəyərini aşağı salırıq. Burada mən texnologiya hissələrinə gəldim. Siz burada fərqi yoxdur. Yəni sadaladığım deməli sektorları, yəni kriptovalyuta üzrə maliyyə şirkəti də ola bilər və yaxud deməli sağlamlıq texnologiyası üzrə şirkətlər də dediyim kimi biomühəndislik, geomühəndislik və bir çox xərçəng xəstəliyi və s. yəni həlli tapılmayan və yaxud tapılmağa yaxın və yaxud daha çox xərc aparan tip sahəsində olan şirkətlər böyük qazanclar gətirəcək. Yəni bu dediyim şirkətlərə deməli nəzər yetirin dostlar. Biz hal-hazırda çipdən gedirik, yəni çip istehsalına, elektronika texnologiyasından, daha doğrusu data mərkəzləri, süni intellekt və s. yeni texnologiya şirkətlərindən danışırıq və bunları nümunə göstərəcəm. Belə dostlar, tutaq ki, buradan bir dənə şirkət seçdik. Tutaq ki, dostlar, buradan bir dənə şirkət seçdik. Məsələn, bu şirkət. Seçdik Ablong Int şirkətini dostlar. İlk olaraq dostlar, qrafiklə nəzər yetirin. Yəni qrafiklə düzdür, mən məsələn son vaxtlar deyəndə zaten daha çox pul qazandığımız şirkətlərin əksəriyyəti 99-100% düşüş yaşayırlar. Amma bunların səbəbini bilmək lazımdır dostlar. Səbəbi bu şirkətin davamlı olaraq ziyan elədiyi və borclarını get-gedə artırdığıdırsa, bu bizə sərf eləməyəcək. Amma səbəbi budur ki, inkişafa daha çox pul xərcləyirlər, əməliyyat xərcləri çoxalır, bazarları böyüyür, zərərdən maksimum şəkildə çıxmağa doğru gedirlər. Bu başqa məsələ. Bəli, burada gəlirik qazanc maliyyə hesabatına, qazanc hesabatına. Görürük ki, məsələn bu şirkət. Görürük ki, deməli 3 aylıq ümumiyyətlə maliyyə hesabatlarını təqdim eləmirlər. Bu belə şirkətlərdən dostlar çalışın uzaq durun. Mən uzaq dururam və nəticəsində yaxşı görürəm, sizə də məsləhət görürəm. Tutaq ki, məsələn biz illikdən gedirik. İlk olaraq dostlar qazanc deməli maliyyə hesabatlarında, qazanc raporlarında, yəni qazanc hesabatlarında ilk olaraq bunu nəzərdən yetirin ki, deməli şirkət deməli məsələn mənfiyə gedib. Tutaq ki, bunlar yuxarı doğru deyil, aşağıya doğru gedib. Okay, buna razıyıq. Amma sonradan bir qazanc üçün bir yuxarı bir yön təyin olunsun. Yəni artıq bir neçə il həmən şirkət qazancda olsun. Necə qazancda olsun? Yəni mənfidən biraz yuxarı çıxsın. Yəni mənfini azalda getsin. Söhbət bundan gedir. Yəni buradakı şirkət ki, məsələn 780 bir səhm başına mənfi 780 dollar ziyan eləyibsə, hal-hazırda 228-dir. Yəni mənfini azaltsın. Əgər bu mənfini azaltmağa doğru gedərkən siz yatırım edirsinizsə, bu zaman siz düzgün vaxtda yatırım edirsiniz demək dostlar. Buna diqqət yetirirsiniz. Sonra nəyə diqqət yetirirsiniz? Sonra deməli dostlar bu haqda, məsələn bu şirkət haqqında məlumat toplayırsınız dostlar. Məlumatı hardan toplayırsınız? Mən məsələn Yahoo Finance-dan istifadə edirəm. Yəni siz də istifadə edə bilərsiniz. Başqa da ChatGPT-dən də istifadə edə bilərsiniz. Yahoo Finance-dan da, yəni bir neçə yerdən deməli həmin şirkət haqqında məlumatlara baxın. Necə baxacağıq? Məsələn adicə Yahoo Finance-da ChatGPT-də adını yazırsınız, araşdırırsınız və salam araşdırın. Yahoo Finance-da da adını vurursunuz axtarışa. Və salam bütün məlumatlar gəlir, xəbərlər, qazanc hesabatları və s. Yəni bütün məlumatlar çıxır burada.
Belə dostlar, araşdırmanızı edirsiniz bu şirkət haqqında. Bu doğrudan da bir yeni texnologiya üzərində mi işləyir bu şirkət? Həqiqətən mi qazanclarını artırmağa çalışır, CEO-su çalışırmı, komandası çalışırmı? Hər şeyi dəqiqləşdirdikdən sonra tutaq ki, bu şirkət okeydir. Bunun misal çəkirəm, heç kim bu şirkətə yatırım eləməsin. Yəni bu şirkəti araşdırmamışam, misal çəkirəm. Gəlirik burada super qrafiklərdə alış nöqtəsi təyin edirik. Burada günlük qrafikə gəlirik dostlar. Günlük qrafik önəmlidir. Günlük qrafikə gəlirik, nə görürük? Axırıncı alış nöqtəsi buradadır. 1.94-də, hal-hazırda da demək olar alış nöqtəsindədir. Okey, buradan bir yatırım eləyək. Məsələn, bu yaxşı şirkətdir, etibarınızı qazandı, qazanc maliyyə hesabatları müsbətdir, haqqında xəbərlər müsbətdir, şirkət işləyir, komanda işləyir və dayanmır. Bizə əsas bunlar lazımdır, borcları yoxdur və yaxud azaldırlar, nağd ehtiyatları da artır. Okey, bizə hər şey mükəmməldir. Şirkət bizim yatırımlıq şirkətimizdir. Və bu bir şey də qaldı dostlar, bunu da nəzərinizə çatdırım. Analiz dəyərləndirməsi. Buna çox önəm verin dostlar. Burada güclü olan şirkətləri alış eləməyə çalışın dostlar. Sat şirkətləri alış eləməyin. Bu heç bir cür məsləhət görmürəm. Və buradakı EPS böyümə, buna çox diqqət yetirin dostlar. Bu heç olmasa 15% müsbət olsun. Yəni götürüb mənfi 475 böyümə olan şirkətə yatırım eləməyin. Bu məsləhətli deyil dostlar. Dediyim bu iki faktoru nəzərə yetirirsiniz və alış nöqtələrini təyin elədik. Alış nöqtələri burdandır. Buradan da bir yatırım eləyərik. Düşsə, buradan alarıq. Oradan da düşsə, artıq sonsuzluğa doğru gedəcək. Yəni satacağıq, yəni başqa söz nə deyə bilərəm ki? Satacağıq, zərərimizi qəbullanacaq, başqa şirkətlərə keçəcək. Yəni çalışın elə şirkət olsun ki, zərərinizi qəbullanmayasınız. Yəni mən bu vaxta kimi demək olar elə bir şirkət. Demək olar deyəndə ümumiyyətlə elə bir şirkət olmayıb ki, həmin şirkətdən zərər edeyim. Yəni özümü tərifləmək kimi çıxmaz, amma elə şirkətlər seçmişəm ki, nə özümü, nə deməli izləyicilərimi heç bir şəkildə peşman eləməyib və zərərə getməmişik dostlar. Belə, yəni alış nöqtələrinizdə də təyin etdiniz, aldınız. Birinci alış nöqtə, ikinci alış nöqtə bu qədər. Şirkəti, yəni sürətli şəkildə pul qazanmanın izahı budur dostlar. Trendlər, trendlərin içində olan ən önəmli sektorlar, analiz dəyərləndirmələri, deməli böyümə, şirkətin EPS böyüməsi, dividend gəlirlərinə baxmayın dostlar. Dividend gəlirləri önəmsiz. 5-10 qəpiyə görə 1000, 2000, 10000, 100.000 dollardan ola bilmərik. Dediyim ki, analiz dəyərləndirmələri, EPS böyümələri, deməli qazanc maliyyə hesabatları, borc və s. nəzərdə aldıq və xəbərlər, əsasən xəbərlərə nəzər yetirin. Şirkət həqiqətən işləyir. Yəni bu sizin kriptovalyuta deyək ki, arxası boş olsun, istənilən qədər yəni düşə bilsin. Boş deyəndə bunu nəzərdə tuturam. İstənilən qədər düşsün və yaxud istənilən qədər qalxsın. Bir balina girsin, 1 milyon yatırsın, qiymətini 100x yuxarı qaldırsın. Bu sizin üçün yəni kriptovalyuta deyil dostlar. Kriptovalyutalarını pis demirəm, amma kriptovalyutaların 90%, hətta 99%-i arxasında heç bir məqsəd olmadan bazara buraxılan deməli bir alətdir, yatırım alətidir. Yəni bunlar əsasən insanları pul qazanmaq, pul itirməsi üçün və yaxud maliyyəsini manatdan, dollardan, avrodan çıxarıb kriptoya atması üçün ortağa atılan bir şeydir. Elələri var ki, həqiqətən də arxasında şirkətlər var, saytlar var, proyektlər var, layihələr var və s. Amma əksəriyyətin yoxdur. Ona görə də şirkətlərdə dediyim nüanslara önəm yetirin ki, səhmlərdən sürətli miqdarlarda pullar qazanasınız və bunu bir ildə 1000-2000% pul qazanasınız dostlar. Və dostlar bir şeyi də nəzərinizə çatdırın, bir şey də qaldı. Bütçənizi də dostlar daima artırmaq üçün bütçənizi bir şirkətdə saxlamayın. Bir şirkətdən 300-400% qazanc elədiniz, 150%-ni çıxarın başqa şirkətə atın. O şirkətdən də 200-300%, oradan da 150%-ni çıxarın başqa. Yəni davamlı olaraq şirkətlərdən əl dəyişdirin dostlar ki, davamlı olaraq bütçəniz böyüsün. Düzdür, bu forex deyil ki, siz hər gün pul qazanasınız. Lakin dediyim taktikanı eləsəniz, həqiqətən də hər gün olmasa belə 3 gündən bir pul qazanacaqsınız və bütçənizi 4-5 aya 600-700% qaldıra biləcəksiniz dostlar. Videolarımızı izləyin, daha çox videolar gələcək, daha yaxşı şirkətlərlə qarşınızda olacaq. Videoyu bəyəndinizsə like edə bilərsiniz. Sualınız olarsa şərhlərdə yaza bilərsiniz. Sağ olun, salamat qalın. Gələcək videolarda görüşəndə.